Salam dostlar, gəlin belə bir suala baxaq. Müsbət ədədi göstərin deyilir sualda və A bəndində 2-ni kökün altına salaq, kökdə 4 çıxılsın, kökdə 3. Göründüyü kimi böyük ədəd çıxılsın, kiçik ədəd. Bu bizə müsbət işarəsi verəcək. Artıq biz müsbət ədədi tapdıq. Gəlin növbəti variantlara da baxaq, işarənin mənfi olduğunu görək. Kökdə 7 çıxılsın. 4-ü kökün altına salsa, kökdə 16 edər. Deməli, kökdə 7 çıx, kökdə 16 mənfi işarəsi verməlidir bizə. Yəni, sıfırdan kiçikdir. 3-ü kökün altına salsaq, kökdə 9 edər. Çıxılsın, kökdə 10. Bu da mənfi işarəsi verir. Çünki kökdə 9, kökdə 10-dan kiçik ədəddir. D bəndində kökdə 5 çıxılsın. 2,5-i kökün altına salsaq, 6-dan %25 edər. Və göründüyü kimi burada da kökdə 5 kiçikdir, kökdə 6-dan %25-dən, yəni mənfi işarəsi alınacaq. Deməli, doğru cavab A variantıdır.